Dedi, tək başına, tək əlini qürbətdən çıxardacam, tək. Məscidə əli qolu bağlı idi. Gözü qapıda idi, gördülər Həsənlə Hüseynin əlindən yapışıb gəlir. Ya Əbəl Həsən, gəlirəm sənin dadıva köməyivə. Gördü ki, əlinin qolu bağlıdır, getdi məscidə, dedi, dua eləyəcəm. Deyirlər ki, Mədinənin divarları titrədi, sütunları tərpəndi. Əli dedi, qayıt xanım, Salmana denən, dedi ki, getdinən qayıtsın, gəlsin. Xanım qayıtdı, gəldi, gördü, əli dayanıb, qollarını açıblar. Dolandı başına, dedi, ruhi li ruhi kəlfida və nəfsi li nəfsi kəlviqa, ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva qurban olsun, ya Əbəl Həsən. İn kuntə fi xeyrin kuntu məək, in kuntə fi şərrin kuntu məək. Sən yaxşı gündə də olsan, mən sənin yanındayam. Pis gündə də olsan, mən səni qoyub heç yerə getmərəm. Sən tək deyilsən, sənin Fatimən var. Mən sənin yanındayam. Bunlardan sonra yenə yerə yapışıb qalxmayaq. Yenə yerə yapışaq, tərpənməyək. Bilirsiniz, ne üçün gedirdi? Deyirlər ki, gedirdi Həmzənin qəbrinin üstündə. Bilirsiniz, ne üçün? Deyir, yəni zirvədə olan adamımız yoxdur. Həmzə kimi idi? Seyyid-i Şühəda idi İmam Hüseynə qədər. Deyir, yəni bizə Həmzə lazımdır. Həmzə lazımdır. Yəni zirvədə olan adamlar lazımdır. Bugün də bu məclisə nəzər yetirir, elə adamlar axtarır bizim içimizdən. Neçə nəfərdir bu məclisdə Həmzə kimi adam, Salman kimi adam?